Bu şeir xüsusi təyinatlı qüvvələrin ən gənc şəhidi Sadiq Bağırzadənin əziz xatirəsinə həsr olunur. Allah şəhidlərimizə rəhmət etsin. Vətən üçün çox igid məzara düşdü. Göz dolu qəlbimiz isə dağlıdır. Onlardan biri də qəhrəman şəhid Bağırzadə Sadiq Şahinoğludur. 7 harayına ana yurdunun, o vaxt ki torpaqlar düşmüşdü dara, 30 sentyabr bir xəbər gəldi, şəhidini qarşıla gözəl astara. O xüsusi təyinatın əskəri, ona deyirdilər Murov aslanı. Düşmənin qorxulu yuxusu